Uşaqlar salam. Bugünkü testimizin izahında sizə fosfor testinin izahını verəcəm. Keçək suallarımızın izahına. Birinci sualda yazıb hası oksidin su ilə reaksiyasından temperaturdan asılı olaraq müxtəlif turşular alınır. Bilirsiniz ki, bura NO2 ilə P2O5 turşu oksidləri daxildir. Bunlar temperaturdan asılı olaraq fərqli turşular yaradır. 1-də B variantı, 2-də. Fosfor oksigəndə yananda bilirik ki, fosfor oksigəndə yananda P2O5 alınır və bu turşu oksididir. Ona görə 2-də D variantıdır. Üçüncüdə. Ağ fosfor bilirik ki, P4 yazılır, ozonda O3 yazılır. Bunun ikisində bir yerdə 7 dənə atom var, C variantı. Dördüncü sualda. Allotropik şəkil dəyişmələri olan, təbiətdə yalnız birləşmələr şəklində yayılan elementi. Bilirik ki, belə öyrətmişdim. Jones təbiətdə həm sərbəst, həm birləşmələr şəklində yayılıb. Ona görə A, B, C, Y getdi. Cavab D variantıdır. Beşinci sualda. Bilirik ki, fosfor P2O5 su ilə 3 cür gedir. 0, 20, 100 dərəcə, yəni soyuq, ilıq, qaynar. Soyuqda HPO3, ilıqda H4PO7, 100-də isə H3PO4 alınır. Ona görə də A variantıdır. 6-cı sualda. X-in oksigenlə reaksiyası endotermikdir. Y isə ağ tüstəmələ gətirir. Tüstəmələ gətirməklə yanır. Deməli, Y oksigenlə endotermikdirsə, bu bilirik ki, N2-nin oksigenlə reaksiyasıdır. Yəni, o əmələ gəlmək, bu endodur. Fosforda oksigenlə girəndə P2O5, bəli, havada ağ tüstü yaranır. Ona görə cavab 6-da Y variantıdır. 7-ci sualda. Bilirik ki, bu ağ fosforun qrafik quruluşudur. Ona görə bir düzdür və ağ fosfor molekul kristal qəfəsinə malikdir. Amma qırmızı ilə qara atom kristal qəfəsinə. Ona görə cavab 1 üstü, yəni B variantı. 8-də. Yazıb ki, fosforun allotropik şəkil dəyişmələri istiqamətində alovlanma temperaturu azalır deyir. Bilirik ki, bura ağ, qırmızı, qara. Bir də deyirəm, ağ, qırmızı, qara. Bu istiqamətdə sıxlıq alovlanma temperaturuna qayırır. Sıxlıq alovlanma temperaturu artır. İndi burada da azalanı istəyirsə tərsinə. Qara, qırmızı, ağ. 8-də Y variantı. 9-da. İndi sıxlıq artan istəyirsə ağ, qırmızı, qara. 9-da A. 10-cu sualda. Hansı reaksiya tənliyi kibritin alışmasını əks elətdirir? Kibritin alışma tənliyi fosforun bertol ilə duzundan reaksiyasıdır. Fosfor üstəgəl kalium xlor O3 alınır. P2O5 üstəgəl kalium xlor. 10-da B variantıdır. 11-də. Qırmızı fosfor üçün hansı ifadə doğrudur? Bəli, bərkdir, bu düzdür. Suda əlli olur, səhvdir. İyi yoxdur. Bəli, düz deyir. Çünki sarımsaq iyisini verən ağ fosfordur. Qaranlıqda işıq verən ağ fosfordur. Cavab 1-3. 12-də. Hansı reaksiyada P2O5 alınır? 1 düzdür, kalium xlor üstəgəl P2O5. 2 də düzdür, kalsium silisium O3 üstəgəl P2O5. Amma 3 səhvdir. Niyə? Çünki H3PO4 üstəgəl NO alınır orada. Ona görə 12-də 1-2 D variantı. 13-də hansı ifadə doğru deyil? Ağ fosfor qaranlıqda işıq saçır, düzdür. Ağ fosfor zəhərlidir, düzdür. Sarımsaq iyisi verir demişik də. Ağ fosfor qırmızı fosfordan kimyəvi cəhətdən daha fəaldır. Bəli, ağ, qırmızı, qara sırasında aktivliyi azalır. Həm ağ, həm də qırmızı fosfor oksigəndə yanaraq. Bir dəqiqə, C-də yazıb qırmızı fosfor qaranlıqda işıq saçır. Xeyr, qaranlıqda işıq saçan ağ fosfordur. Sarımsaq iyisi verən ağ fosfordur. Yaxşımı? Onlar ağ fosforun cəhətləridir. Suda həll olmur, karbon disulfitdə həll olur. 13-də C variantı səhvdir ona görə. 14-də. Fosfor üçün hansı ifadə doğru deyil? Fosfor üçün. Bir neçə allotropik şəkil dəyişməsi var, düz deyir. Baş oksidinin formulu P2O5-dir, düz deyir. Duru nitratdan bəli, biz demişik ki, qeyri-metallar turşularla getmir. Qeyri-metallar turşularla getmir, amma CSP istisnadır. Qatı sulfat, qatı nitrat, duru nitratdan gedir. Adi şəraitdə suda əlli olaraq turşu yaradır, xeyr. Fosfor suda əlli olmur. Oksigəndə ağ tüstü əmələ gətirməklə yanır, düz deyir. 14-də D variantı. 15-də. Ağ fosfor üçün hansı ifadə doğru deyil? Deməli, D variantı. Əlbəttə ki, suda əlli olur, səhvdir. P2O5 üçün hansı ifadə doğrudur? P2O5 turşu oksididir. Ona görə 16-da B-dir. 17-də. Hansı reaksiyada fosfor atomu oksidləşdiricidir? O deməkdir ki, fosforun üstü azalsın. Y variantıda kalsium ortofosfat. O hansı turşunun qalıqıdır? H3PO4-ün. Burada fosfor nədir? Müsbət 5. Deməli, bu PO4 elə kalsium ortofosfatın içərisində PO4 eyni şeydir. Fosforun dərəcəsi orada müsbət 5-dir. Sağ tərəfdə də görürsünüz nəyə gedibdir? Sağ tərəfdə də nəyə gedib? 0-a gedib.
Aydın oldu. Deməli, fosfor oksidləşdirici olub. Yəni elektron alıb, üstü azalıb deməkdir. 17-də ona görə Y. 18 hansı reaksiyadan fosfor alınır? Əlbəttə ki, Y variantıdır. Wöhler tənliyidir. Elə 17-nin Y variantındakı sualdır. Bu qəbullara, sınaqlara dəhşətli dərəcədə çox düşür. Ona görə Y variantı. 19-da fosforu azotdan fərqləndirən təbiətdə yalnız birləşmələrdir. Düz deyir. Niyə? Çünki azot təbiətdə həm sərbəst, həm birləşmələrdir. Bilirsiniz ki, R2O5 tipli baş oksid əmələ gətirməsi ortaqdır. Niyə? Çünki hər ikisi 5-ci qrupda yerləşir. Bir elementin yerləşdiyi qrupun nömrəsi nədirsə, baş oksidindəki valenti də odur. Ona görə bir fərqləndirəndir, 2 ortaqdır. Allotrop şəkil dəyişmə fosforda var, azotda yoxdur. Ona görə fərqləndirəndir 1-3. Yəni 19-da A variantı. 20-də bilirik ki, kibritin başındakı kükürtdür, amma qutusunun yanındakı isə fosfordur, özü də qırmızı fosfordur. Ona görə cavab 20-də C variantı. 21-də 21-ci sualda qaynarda alınır H3PO4 3 əsaslıdır. İlıqda alınır H4PO7 4 əsaslıdır. Soyuqda HPO3 1 əsaslıdır. Deməli 3, 4, 1. Cavab Y variantı. 21-də Y. 22-də kalium xlor üstəgəl PKO5. X-in PKO5'dir. PKO5 bərkdir. Demişəm də N2O5'dir. Silisium fosforun oksidləridir, metal oksidləridir. Bunlar bərkdir. Bir səhvdir. Qazların qurudulmasında istifadə olunur. Bəli, higroskopikdir. 2 piruz. Suda əliləyəndə turşu yaranır. Düzdür. Çünki bu turşu oksiddir. Su ilə reaksiya girib turşu yaradır. Ona görə 22-də Y variantıdır. 23-də. 23-də nə deyir? Tərkibində deməli 22,5% kənar qarışıq olan fosforit nümunəsinin 20 kiloqramına. Bunu yazdım, ox qoyuram, fosforu çıxardıram, əmsallaşdırıram. Mənə deyir 20 kiloqramın 22,5% kənar qarışıqdır. Elə, bu neçə eləyir? Aha. Bu eləyir 45. Yəni burada 4,5 düzdür. Onda 22,5'in 4,5'i nədir? Kənar qarışıqdır. Onda 18'i safdır. Düz mü deyirəm? 4'e 5. Aha. Deməli tərkibində 22,5% kənar qarışıqları olan fosforit nümunəsinin 20 kiloqramının deməli safı tapdım, gətir buraya yazıram. Bu 310'dur. Bu X-dir. Bu da 2/31'dir. Aha, bunlar gedəndə burada 10 qalır. 2 18'e vuranda 36. Ona da böləndə 3/6. Uşaqlar bir dəqiqə, burada mən nəsə elədim, bizə dəqiqə. Bu niyə alınmadı? Bir dəqiqə, kalsium 3PO4'dən 2 dəfə. Ox qoydum, fosfor istəyir, əmsallaşdırdım. Sxem qurdum da, bilirsiniz, öyrətmişəm sizə. 20 kiloqramın 22,5% kənar qarışıqdır. Bu neçə elədi? 4,5. Bizə tənin üstə saf yazılıb da, saf lazımdır da, düzdür? Onda 20'dən 4,5'e çıxıram. Nə qədər eləyir? 15,5. Hə, bayaq 22,5'dən niyə çıxmışam? Of, şu kütləni 21 bax. 15,5 bura. Bunu istəyirik. 2/31. Bu da 310'dur. Bunlar gedəndə burada 10 qalır. O da 31. Ona böləndə 3/1. Cavab C variantı. Aydın oldu mu? Yaxşı, digər sualımızda. Kalsium 3P2. Bilirsiniz ki, kalsium fosfitdir. Su ilə reaksiya girəndə nə verir? Kalsium OH2 üstə gələk pH3. Əmsallaşdırsaq, bura 3, bura 2, buraya da 6. Deməli, 20 qramın 9%-i kənar qarışıqdır. Neçə eləyir? 1/8. Deməli, 1/8'i kənar qarışıqdırsa, 20'dən çıxıram 1/8'i, o da eləyir 18/2. Bu safdır. 18/2 yazdım, 182. Neçə litr fosfin? X, bu da 44/8 eləyir. Bu da X eləyir 4,48. Ona görə 24'də də A variantı.
25-də birinci tənlik bilirsiniz ki, nədir? Völer tənliyidir. Burada alınır fosfor. Özü o tənlikdə alınan ağ fosfordur. X fosfordur. Oksigenlə PQ5 verir. PQ5 su ilə 0 dərəcə Selsidə metafosfat HPO3 B variantı 25-də, 26-da. Deməli, tərkibində 80% kalsium ortofosfat olan 7,75 kiloqram fosforitin bilirsiniz ki, bu tənlik Völer tənliyidir. Kalsium 3PO4-dən 2 dəfə. Koksdur. Silisium O2-dir. Burada alınır kalsium silisium O3. Üstəgəl fosfor, üstəgəl CO. Demişdim ki, kalsiumun ayağındakı 3-dən yola çıxın. Buraya 3 yazaq. Fosfor 2 dənədir. Aha. Onda buraya bizə dəqiqə. Silisium 3 dənədir. 3. 9. Buraya 5. Burada 5. Eləmi? Aha, hazırdır tənlik. Əmsallar da hazırdır. İndi tərkibində 80% fosforit olan 7,75 kiloqram fosforitin. Deməli, bunun 80%-ni tapacaq. Yəni, nə eləyəcək? 7,75-i vuracaq 80-ə, böləcək 100-ə. O da eləyəcək 6,2. Əslində, sxem də qura bilərdim. Deylə, fosforiti yazıb, ox qoyub, fosforu yaza bilərdim. Nəysə, tənliyi bütöv yazdım. 6,2 budur. Neçə kiloqram fosfor? X, burada 2 vur 31. Bu da 310'dur. Bundan bu gedəndə burada 10 qalır. O da vuranda neçə eləyir? 2 dəfə 2, 4, 12. X-ə bərabər 1,124. Yəni bu tənasübdən X-i tapdım 1,124. Aydın oldu mu? O da C variantıdır. 27-də də eynidir. Nə eləyəcəyik? Deməli, fosforiti yazıram. Kalsium 3PO4-dən 2 dəfə. Bir də gəlin tənliyi bütöv yazmayaq da, sxem vuraq daha rahat. Demir 50 kiloqram fosforitin 58%-i kalsium ortofosfatdır. 58-i vur 50-yə böl 100-ə. Bu eləyir 29. 29, bu da 310. Neçə kiloqram fosfor? Bu da 2 vur 31. Bu da eləyir 5,8. A variantıdır. 28. Duru nitrat turşusu magneziumla reaksiyaya girən deyir, elə bir maddə seç ki, həm duru nitratla girsin, həm də magneziumla. Fosfordu da biz dedik ki, CSP, qatı sulfat, qatı nitrat, duru nitratla gedir. Magnezium da fosforla magnezium fosfid alınır. Magnezium 3 P2 alınır. Aydın oldu mu? A variantı. Hansı reaksiyalarda PQ5 alınmır? Birincidə kalsium metasilikat üstəgəl PQ5 alınır. İkincidə H3PO4 üstəgəl NO alınır. Üçüncü Völer tənliyidir. Orada eləcə fosfor alınacaq. Bildiniz də, yəni kalsium metasilikat alınır. Hansı ki bu 17-nin Y variantındakı tənlikdə də görürsünüz. PQ5 alınmır orada. 4-dəmə kalium xlor üstəgəl PQ5 alınır. Ona görə 29-da D variantıdır. Yəni 2-lə 3. 30-cu sualda nədir? Deməli, soyuqda HPO3, qaynarda H3PO4, o birisində də fosfordur. Cavab 30-da B variantı. 31-ci sualda. Birinci reaksiyada H3PO4 üstəgəl NO, ikinci reaksiyada kalium xlor üstəgəl PQ5, o birisində də kalsium OH2 üstəgəl PH3. Ona görə 31-də C-dir. 32-də. 32-ci sualda fosfor 5 oksid PQ5'dir. Bilirsiniz ki, turşu oksididir. Bunun dimeri P4O10'dur. 2+. Yalnız qırmızı fosforu havada yandıranda alınır. Xeyr, ağı da, qırmızını da, qaranı da havada yandıranda PQ5 alınır. Bunu bilirik. B variantı. Yalnız 2. 33'də. Ağ fosforu qırmızı fosfordan fərqləndirən nədir? Ağ fosforu qırmızı fosfordan fərqləndirən odur ki, ağ fosfor karbon disulfitdə həll olur. Bu düzdür. İkisi də suda həll olunur. Onda bu səhvdir. İyi olması. Ağ fosforun iyi var, o birisinin yoxdur. Özü sarımsaq iyi verir. Ona görə 1-3 A variantı. Ağı qırmızıdan fərqləndirən nədir? Kristal qəfəsinin tipi, bəli, ağ fosfor molekulyardır, qırmızı qara atomdur. Bir düz, yanma məhsulları hamısı PQ5 verir. Zəhərli olmaları, bəli, ağ zəhərlidir, qırmızı yox. Ona görə 34-də B variantıdır. 1-3. 35-də nə deyir? Deməli, difosfor pentoksid PQ5 su ilə reaksiyaya girəndə
Deməli PQ5 birincidə yazıb ki, 0,1 molu 1,8 qram su ilə girir. Deməli 1 molu 18-dir. 18 qram da 1 mol su deməkdir. Aha. Burada nə alınacaq indi? Onda 2 dənə hidrogen olmalıdır. HPO3 yazacaq. Buraya düşəcək 2. Hər şey düzələcək. O birisində. PQ5 üstə gəl. 0,1 molu 54 qram su deyirsə, 54 qram su 3 mol deməkdir. 3 mol su ilə girir. Deməli bu H3PO4 olacaq və qarşısına 2 düşəcək. Düz olması üçün. O birisi də bir dənə qalır da PQ5-in 2 mol su ilə girəcək və nəticədə H4PQ7 verir. Bu 1 əsaslı, 3 əsaslı, 4 əsaslı. 1, 3, 4 C variantı. 35-də C, 36-da hansı maddələrdən kibrit hissiyyə salında istifadə olunur? Kibrit hissiyyə salında istifadə olunan kalium xloroiddir, bir də fosfordur. Kibrit hissiyyə salında əvvəllər ağ fosfordan istifadə ediblər, zəhərli olduğu üçün sonra qırmızı fosfordan istifadə ediblər. Ona görə Y variantıdır 36-da. 37-də hansı maddələrdən fosfor hissiyyə salında istifadə olunur? Kalium xloroid Bertolli duzudur, bilirsiniz ki, kalium xloratdır. Hə, yox, bu fosfor hissiyyə salında istifadə olunan, bilirsiniz də, bunu dedim axı, kalsium ortofosfatdır. Sonra nədən istifadə edirdik Völler tənliyində? Kokusdan bir də kvars qumundan istifadə edirik, düz deyilmi? Ona görə hansıdır? B variantıdır, kalsium ortofosfat qum. Elə 38-dəki tənlikdir. İndi o tənlikdə nə alınır? Kalsium, silisium O3, fosfor, bir dənə CO alınır. Yaxşı. Deməli, burada X elə bir şeydir ki, həm hidrogenlə, həm oksigenlə girir. Bilirsiniz ki, hidrogen, alüminium, berilium, fosfor, silisiumdan getmir. Ona görə X fosfor olanmaz. Bu CO-dur. Y hesasından getmirsə, onda Y budur. Cavab nə oldu? Cavab D variantı. 39-a baxaq. O şəkillər verilən qrafik formullara baxaq. Bilirsiniz ki, bu hansıdır? Deməli, sağdakı şəkil ağ fosfordur, amma romb şəklində olan qırmızı fosfordur. Deməli, nələr ümumidir? Atom kristal qəfəsi. Biri ağ, biri qırmızı, xeyr. Bunlar hərəsi kristal qəfəsinin bir tipinə aiddir. Suda həll olmur. Heç alsı. Karbon disulfiddə həll olur, ağ fosfor. Adi şəraitdə bərkdir hər ikisi. Molekul kristal qəfəsi xeyr. Ağ molekulyardır, o birisi atomdur. Bizdən nə istəyir? Ortaqları istədiyinə görə D variantıdır. 2 ilə 4. 40-cı sualda. Bu tənliyi yazaq. Yox, bir dəqiqə, mən bunu niyə təzdən yazdım? Kalsium ortofosfat. Estağfurullah, bir dəqiqə. Kalsium, silisium O3-dən. Kalsiumun ayağındakı 3-dən yadda saxlan demişdim əmsalını. Buraya 3 düşür. İndi fosfor 2 dənədir, bura 2. Bir dəqiqə, mən bu tənliyi məhsullarını yazdım. Bura 5, bura 5, düzdürmü? Baxaq oksigenə. Beynim o qədər yorulur. Bir dəqiqə, 6, 8, 14, 9, 5, 14. Aha, düzdür. Biz demişik girənlər azalır, alınanlar artır. İndi hasası da ona baxaq mı? Mol sayı X-dən çoxdur. X hası da. Onda X budur. Y budur, Z də budur. Yazıb ki, X fosfordur, səhvdir. Z kalsium metasilikatdır, səhvdir. X karbon monoksiddir, düzdür. Aydın oldu mu? Y variantı da yalnız 3 doğrudur. Sonra 41-də nə deyir ki? 1 mol ağ fosfor. 1 mol ağ fosfor P4 yazılır. O 2 ilə girib PQ5 verib. Deməli, buraya 2 düşür, buraya 5 düşür. Deməli, A bərabərdir 5-ə.
B bərabərdir 2-yə. 2 mol fosfin. Oksigenlə girdi. P2O5 üstə gəlinə su. 3 yazıb. Deməli, fosfor 2 dənədir. Onda buraya 1, 8-ə görə buraya 4 mü düşür? Əla. Deməli, C bərabərdir 4. D də bərabərdir 1. Anan C-ni cəmlə deyir. 5-in üstə 4 gələndə 9. B-lə də D-ni cəmləyək. Orada da 3. 9, 3. Cavab A variantı. Aydındır mı? 42-ci sualda nə deyir? 42-də də təbii ki, bu reaksiya gördüyümüz üzrə yox. 42-də deyir ki, doğruları müəyyən edin. Bu ağ fosfordur. Atom kristal qəfəsinə sahibdir, düzdür. Suda həll olunur, karbon disulfiddə həll olur, düzdür. Molekulyar yox. Bəli, ağ fosfor molekulyardır, qırmızı ilə qara atomdur. Düz, xoş iyə sahibdir, yox, sarımsaq iyisi verir. Suda həll olunur. Bir dəqiqə. Yox, bir dəqiqə, mən qırmızı ilə qara atom kristal qəfəsinə sahibdir. Biz dedik ki, ağ fosfor molekulyardır. Ağ molekulyardır, qırmızı ilə qara atomdur. Ona görə bir nədir? Səhvdir. Karbon disulfiddə həll olur. Bəli, suda həll olunur. Amma karbon disulfiddə həll olur. Molekulyar kristal qəfəsə malikdir. Hə da, yəni 1 səhvdir, amma 3 düzdür. Sarımsaq iyi verir. Suda həll olunur, düz deyir. Suda həll olunur, karbon disulfiddə həll olur. 2, 3, 5. Aydın oldu mu? O birisi tənli yaparaq. Nə deyir? Mol sayı ən çox olan Z-dir. Deməli, Z budur. Ən az X-dir. Bu da Y-dir. Deməli, X maddəsini görürsünüz, fosfordur. Özdə Völler tənliyində alınan ağ fosfordur. Sarımsaq iyi verir. Suda yaxşı həll olur, səhvdir. Adi şəraitdə sarıya çalan ağ rəhli maddədir, düz deyir. Yalnız reduksiyaci xassə göstərir. Yox, nəyə görə? Fosfor qeyri-metaldır. Həm oksidləşdirici, həm reduksiyaci göstərə bilir. Ağ fosfor molekulyardır, düz deyir. Hidrogenlə xeyr. Fosforda, alüminiumda, berilyumda, silisiumda. Onlar hidrogenlə birbaşa getmir. Ona görə cavab 1, 3, 5-dir. Aydın oldu mu? İndi o birisi suala keçirəm. Fosforit mineralı yazılır kalsium 3, PO4-dən 2 dəfə. Deyir, bunun içərisində kütləcə 6,2% fosfor var. Bunun içərisində neçə qram fosfor var? 2/31. Bunu verib 6,2%. Bəs mənə kalsium ortofosfatın kütlə payını istəyirək. Bu da X. X də bərabərdir. Nə qədər eləyir buradan? Deməli, bir dəqiqə. Bununla bu gedir. 3,31%. Aydın oldu mu? 45-də. Ağ fosfor molekulunda olan elektronların neçə faizi kimyəvi rabitənin yaranmasında iştirak edir? Baxın, ağ fosfor yazılır P4. Elə, düz deyil mi? Bir fosforda 15 elektron var. 4-ə vuranda bu eləyir 60. Ağ fosforun da açılışı belədir. Bunu bilməliyik. Baxın, görün, burada neçə dənə rabitə var? 6 dənə. Bir rabitənin yaranmasına 2 elektron sərf olunur. 6 rabitəyə 12. Yazıram 60-ım 100%-dirsə, 12-im də X-dir. O da eləyir 20%. Aydın oldu mu? 46-cı sualda nə deyir? Bu reaksiyada alınan fosforun kütləsi götürülən kalsium ortofosfatın kütləsinin 18%-ni təşkil edirsə, praktiki çıxımı faizlə tapın deyir. Uşaqlar, 46-da elə tənli yazmadan belə deyək də sxemlə də elə birbaşa yaza bilərəm. Kalsium ortofosfatı yazıram, ox qoyuram. Məndən fosfor istədiyi üçün sxem qurdum, fosfora doğru əmsallaşdırdım. Deyir, reaksiyadan alınan fosforun kütləsi götürülən kalsium ortofosfatın kütləsinin 18%-ni təşkil edirsə, praktiki çıxımı faizlər hesablayır. Baxın, belə deyək də, burada fosforit 310 qram döyük. Düzdür, 310 qramda da, 310 qramda, 310 qramda elə bir burada 2/31, yəni 62 qram fosfor almaq olursa, bu deyir ki, kalsium ortofosfatın kütləsinin 18%-ni təşkil edir. Bu obş olanda da, görək bu 100% olanda bu birisi nə qədər faiz edir?
X buradan eləyir nə? 20%. Gördünüz? Yəni bizim bu ümumi daxı bu 100%-ə uyğundursa 62-yə neçə faizdir? 20%. Bu da deyir ki, praktiki çıxımı hesabla. Praktiki çıxımı hesablayacağım. Onda 20 100%dirsə 10 verdiyi 18% neçədir? X. X-ə bərabərdir 9-a. Aydın oldu mu? 9 yox, bundan bu gedəndə 5, 90%. 90%. Eləcə də digərində, baxın. Sxem qursam olar. Kalsium 3PO4-dən 2 dəfə ox qoydum. 2 fosfor. Bu 310-dur, düzdür? 310-da nə qədər fosfor alınır? 2 vur 31, yəni 62 qram. Bəs bu özü 100%dirsə, gəlin görək bu neçə faizə uyğundur. Buradan bu eləyir. Bu da 20% eləyir də, düzdür? Aha. İndi bizim aldığımız 100%dirsə, deyir o bunun neçə praktiki, nə qədər praktiki çıxımını təşkil edir? Deyir məhsulun praktiki çıxımını tap da. Bu da nə qədər eləyir? 80%. Sonra 48-ci sualda soyuqda bildik ki HPO3 alınır. İlıqda H3 ilıqda 20 dərəcədən gedir də H4PO7 alınır. Temperaturda, yəni 100 dərəcədə isə H3PO4 alınır. Deməli, bir əsaslı turşuda A buraya, gübrə hissiyesi halında istifadə olunur B buraya. 2 əsaslı turşudur HCl. Molekulunda 2 fosfor var C buraya. 3 əsaslı turşudur Y də buraya. Onda 1A, 2 Yox, mən o 2 əsaslı turşuyu heç riayət eləmədim. Bunlar ki, orada D variantıdır bu. Buraya D variantı. 2 dənə fosfor var. Aha. 1-ə A, 2-yə D, 3-ə də B-yə. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Sağ olun.